Bəs nə oldu ki? Ölkədə çevriliş törədən Ramiz Mehdiyev idi. Onun 50 nəfərlik siyasi. Siz onlara niyə cinayət iş açmırsınız? Durub ölkənin kənarında yaşayan adamlara, özdə ölkədə müəyyən deyək ki, bir məhdud olsa da, bir cəmiyyətin müəyyən bir kəsimində inanılan, nüfuzu olan, izlənilən insanlara siz cinayət iş açmaqla nə məqsəd güdürsünüz? Yoxdur. Mən də sizi inşallah daxil eləyərəm Miloševiçin siyasına, Karadziçin siyasına, Mladiçin siyasına. Bunlar hamısı, dostlar, insanlığa qarşı cinayət törətmiş Serbiyada, qətliam törətmiş adamlardır və bu iş açanlar, mən də sizə söz verirəm, mən sizi o siyahıya daxil edəcəm. Yaxşı bilirsiniz imkanlarımı, eləyəcəm. Siz bununla məni aşağılamaq istəyirsiniz. Siz birincisi, məni heç kim aşağılaya bilməz məndən savayı. İkincisi, məni nə qədər aşağılasanız da, özünüz qədər aşağılaya bilməzsiniz. Çünki sizdən aşağısı yox. İndi mən prokurorluğa sual verirəm. Biz də prokurorluğa burada nə sual verəcəm? Kamran Əliyev kimdir? Kamran Əliyev ən şəxsiyyətsiz, ən belə ləyaqətsiz bir adamdır. Çağırıb siyahını veriblər ki, get bunlara iş aç. İnanın, bəlkə bax o deyirlər, verilişlər istinad edirlər. Peki sonra baxsam, heç baxmayacam da. Çünki mən bilirəm ki, mən belə çağırışlar eləməmişəm. Məlum olacaq ki, orada heç nə də yoxdur. Havadan götürüb yazıblar. Yəni mən ölkəmə qayıdacağam. Siz bundan bizim yolumuzu bağlayırsınız ölkəyə. Demək istəyir ki, ölkəyə gəlməyin, gəlsə siz tutacaq. Həyatında suiqəst olunmuş adamam, istinad tutulmağınızdan qorxuram. Vay o gündən ki, siz tutulacaqsınız. Bütün bu törətdiyiniz cinayətlərə görə cavab verməli olun. Və olacaqsınız. Mütləq olacaqsınız. Mütləq olacaqsınız. Yəni Teymur bəy, birisi belə, mən burada nə görürəm? İndi keçək bunun belə deyək də bir təhlil hissəsinə. Mən şəxsən gördüyüm budur ki, onlar başlarını itiriblər. Azərbaycan hakimiyyəti rəsmən başını itiribdir. Baxın, bax bu gün neçə hadisə olubdur. Azərbaycanın Kiyevdəki səfirliyini birbaşa Rusiya İskəndər raketindən vurub. İkinci, Şirvanda hərbi zavodda partlayış olunur. Artıq neçənci dəfədir bu hadisələr olur. Bundan əvvəl Türkiyənin Azərbaycandan gedən təyyarəsi, paraddan gedən təyyarəsi güya ki qəzaya uğradı. Ola bilər qəza olar, ola bilər ki təxribatdır, amma indi bunu bir yerə yığanda artıq o birinci təyyarə qəzası ilə bağlı da suallar meydana çıxır. Sizə təhlükə arasında Oruzlu Abid Qafarov deyil, bədbəxtlər. Siz yaxşı bilirsiniz ki, təhlükə kimdir. Bundan nə etmək istəyirsiniz? Diqqət yayındırırsınız. Bəs nə oldu İlham Əliyev? Sən Ramiz Mehdiyevə gücün çatmadı. Bəs çatmadı, onda niyə girmişdin o davaya? Onda tumanınızı başınıza niyə çəkmişdiniz? Üzünüzü niyə cırırdı? Saçınızı niyə olurdu. Siz düşünürsünüz ki, bizə gücünüz satacaqdır. Siz düşünürsünüz ki, bununla qorxudacaqsınız. Ərəst Oruz ölkəyə gəlməyəcək. Gələcəm. Heç yerdən də çəkinib eləmirəm. Amma hazırlığımı görüb gələcəm. Elə gələcəm ki, siz elə birinci mənim gəlməyimi peşman olun. Gələcəm.